İmam Şafii rahmehullah yalan ve doğruluk hakkında birçok hikmetli sözler söylemiştir. Onun yalanla bağlı bazı meşhur sözleri: yalan danışmak en büyük xəyanətlərdən biridir. Yalan insanın etibarını ve imanını sarsıldan bir xəyanətdir. Sənə fayda gətirəcək olsa belə yalandan uzaq dur. Bəzən insanlar yalanı bir çıxış yolu kimi görsələr də, bu uzun müddətli zərərlərə səbəb olar. Doğruluq səni hara aparsa da onunla ol. Yalan səni hara aparsa da ondan uzaq dur. Həqiqət insana bəzən çətinliklər gətirsə də, sonunda hər zaman qazanclı çıxar. Yalan insanın şərəfini, ləyaqətini alçaldar. Yalan danışmaq insanın cəmiyyət arasındakı hörmətini və dəyərini aşağı salar. Həmçinin İmam Əhmədin yalan barədə dediyi bəzi məşhur sözləri: kim yalan danışarsa, onun kişiliyi, yəni şəxsiyyəti tam deyil. Yalan danışmaq insanın etibarını və şəxsiyyətini zəiflədir. Yalan danışan şəxsə etibar olunmaz. İnsan yalan danışmaqdan çəkinmədikcə dini sağlam ola bilməz. Yəni İmam Malik, İmam Əhməd rahmehullah və başqa böyük İslam alimləri yalanın iman və dinin əsaslarına zidd olduğunu vurğulamışlar.